Liverpool'un 100 milyon funt üzərində aldığı Florian Wirtz harda oynayacaq? Gəlin Liverpool'un transferinin gücünə baxaq. Baxın, bu statistikada gördüyünüz kimi son 2 mövsümdə Avropada, çempionatda ən çox gol, assist edən oyunculardır və Mohamed Salahdan sonra ikinci yerdə Florian Wirtz'dir. Bir tərəfdən bu absurddur, yəni Liverpool öz gücünə daha da güc qatır. Lakin digər tərəfdən heç də hər şey göründüyü kimi deyil. Bayer Leverkusen'da gördüyümüz kimi Florian Wirtz adətən sol winger mövqeyində oynayır və bu istilik xəritəsində də gördüyümüz kimi, baxın, bu əslində Florian Wirtz'in işləmə alanıdır. Lakin Liverpool'da maraqlı bir ziddiyyət yaranır ki, Wirtz adətən diqqət mərkəzində komandanın əsas oyuncusu kimi bütün bu mövqeydə oynamağı sevən oyuncudur. Yəni bir növ topu ayağında istəyir. Əgər topu ayağında alırsa, Mohamed Salah bir növ topla vaxtdan məhrum olur. Çünki klassik Arne Slot Liverpool'unda, elə klub Liverpool'unda da həm topu ayağında istəyən oyuncu Mohamed Salahdır və sol winger mövqeyində oynayan Gakpo cərimə meydançasına girib bir toxunuş oyuncusuna çevrilir. Ya başla, ya ayağı ilə qollar vurur və ya qoldan əvvəlki bir növ assist etmiş olur. Lakin burada əgər Wirtz bu mövqeydə oynasa və bütün diqqət Wirtz'in üzərində olsa, o zaman Mohamed Salah həmin o bitirici Gakpo olacaq və etiraf edək ki, bu da Mohamed Salahın kontraktının 2 il uzadılmasının əsas səbəbi ola bilməz. Bir növ məntiqə sığmır. Bizim anlayışımızda hələ ki Liverpool'un Darwin Nunez'dən ayrılmaq istəməyi və onun yerinə hücumçu adı adlandırılmamasının əsas səbəblərindən biri də bəlkə də Wirtz'in hələ yalançı 9 mövqeyində oynamasıdır. Çünki əgər yalançı 9 mövqeyində oynayırsa, Liverpool heç bir struktural heç nəyi sındırmır. Yenə də əsas oyun Mohamed Salah üzərində gedir. Wirtz burada qalxır, bu alanda işləyir və əlbəttə ki, slotun hazırlıqlarına uyğun olaraq ya Salah ya da ki Gakpo içəri girəcək. Gördüyümüz kimi Florian Wirtz olduqca universal və unikal oyuncudur. Onun həm assistləri, həm də ki qolları çox şaxəlidir. Oyuncunun yeganə minusu çempionata adaptasiya ilə yanaşı eyni zamanda fizikasıdır. Hansının üzərində Liverpool'da artıq işləyirlər və hər halda çox güman ki, mövsümün bir hissəsi gedə bilər ki, Wirtz'i adaptasiya etsinlər. Lakin ən böyük sual ondan ibarət olacaq ki, Arne Slot artıq mükəmməl işləyən sistemi ilə bir qədər eksperiment edib Wirtz'in ən güclü xüsusiyyətlərini üzə çıxarmaq üçün hansısa bu mövqeylərin birində Wirtz'i oynatmaq məcburiyyətində qalacaq və onu orada bir növ cilalamaq üçün onun vaxtı tələb olunacaq. Sizin fikrinizcə Wirtz mərkəz hücumçusu olacaq, yoxsa sol winger mövqeyi onun olacaq?